Çox adam düşünür ki, yaxşı yemək yesi sağlam olacaq. Elə şey yoxdur. O qədər varlı adamlar var ki, dünyanın ən bahalı yeməklərini yeyirlər. Amma xəstədirlər. Elə deyil. Hətta belə bir söz var. Pullu kişinin xəstəliyi də elə çox pul xərcləyən xəstəlik olur. Məsələn, pullu kişini ürəyini əməliyyat elətdirir, anjiyo elətdirir. Düzdür? Ömrü boş şəkil. Çünki çox yeməyin çox da dərdi olur. Deməli, təkcə çox yemək, keyfiyyətli yeməklə insan sağlam olanlar. Birinci, insan düzgün nəfəs alıb verəndə sağlam olar. Nişi nəzərəsi. İkinci, insan yaxşı şey düşürəndə sağlam olar. Beyin fəlsəfəsi. Üçüncü, insan təbəssüm verəndə sağlam ola bilər. Gülümsəməklə sağlam olmalı olar. Dördüncü, insan yaxşı söz danışanda sağlam ola bilər. Beşinci, insan yaxşı yürüyüş edəndə sağlam ola bilər. Altıncı, insan xeyriyyətçi olanda sağlam ola bilər. Başa düşürsünüzmü? İnsan başqasının dərdinə köməkçi olanda sağlam. İnsan yaltaq olanda sağlam ola bilməz. İnsan sözünün riyəsi olanda sağlam ola bilər.